Dünənki anketin nəticəsi olaraq təcrübə proqramları ilə bağlı mənə çoxsaylı suallar ünvanlandı və mən bunu cavablamaq istəyirəm. Baxın, həm xaricdə, həm Azərbaycanda çox yaxşı təcrübə proqramları var, mövcuddur. Amma sizin bundan bəzən xəbəriniz olmur. Ona görə də Telegram kanallarını, xüsusilə Telegram kanallarını izləmək vacibdir. Bununla bağlı mən sizə müəyyən Telegram kanalları məsləhət görə bilərəm və mütləq şəkildə CV-nizi göndərəndə əmin olmalısınız ki, CV-niz ən mükəmməl formatdadır. Mümkündürsə ingilis dilində olsun və motivasiya məktubunuz da öz yerində göndərilməlidir. Və o şəkildə siz digərlərindən daha çox, daha faydalı formada fərqlənə bilərsiniz. CV-niz önə çıxa bilər, hətta müəyyən xərcləriniz qarşılana bilər. Təbii ki, əgər dünyanı gəzmək istəyirsinizsə və yaxud da əksinə Azərbaycanda müəyyən bir işə sahib olmaq istəyirsinizsə, mütləq şəkildə yolunuz təcrübə proqramından keçməlidir. Əlavə nəsə suallarınız varsa ünvanlaya bilərsiniz, təcrübə proqramı yaza bilərsiniz.